Paşinyan hökuməti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Ermənistanın təhlükəsizliyini təmin etmədiyi qənaətindədirsə, niyə İrəvan hələ də təşkilatı tərk etməyib? Qeyd etdiyim kimi, Ermənistan artıq təşkilatda iştirakını dayandırıb, əsas tədbirlərinə qatılmır və maliyyə ödənişlərini həyata keçirmir. Lakin Ermənistan hökumətinin Rusiyanın rəhbərlik etdiyi hərbi blokdan çıxdığını rəsmi şəkildə bəyan etməsi daha ciddi addımlardır. Burada əsas məqam ondan ibarətdir ki, Rusiya hələ də Ermənistanda hərbi bazı saxlayır və ölkənin İran və Türkiyə ilə sərhədlərinin mühafizəsində iştirak edir. Bu baxımdan, Rusiya hələ də Ermənistanın təhlükəsizlik sistemində rol oynadığı halda, İrəvanın təşkilatdan dərhal çıxması vaxtından əvvəl verilmiş qərar hesab oluna bilər. Ermənistanın bu məsələ ilə bağlı mövqeyini və Rusiyanın ölkənin təhlükəsizlik sahəsindəki rolunu dəqiqləşdirməsi üçün zamana ehtiyac var. Hazırda gedən proseslər göstərir ki, Ermənistanla təşkilat, eləcə də Ermənistanla Rusiya arasındakı fikir ayrılıqları hələ uzun müddət davam edəcək və böyük ehtimalla bu proses gələcəkdə Ermənistanın təşkilatdan çıxması ilə nəticələnəcək.